Deməli, qəbul testinə baxırıq. 61-ci sual. Alkaden bir molun tam yanmasından, deməli, alkadenin ümumi formulu CnH2n-2 ümumi formuluna malikdir. Yanan zaman CO2 plus H2O əmələ gəlir. Əmsallaşdırırıq. Karbon N, bura N yazırıq. Hidrogen 2n-2, bura n-1 yazırıq. Deməli, oksigen olur sağ tərəfdə 3n-1, 3n deməli -1 bölünsün 2 şəklində oksigen əmsalını düzəldirik. Deməli, 1 molun tam yanmasına alınan maddələrin miqdarı, CO2-nin mol miqdarı n+1 verib. Mənim öz reaksiyamızda əslində n-dir. Burada da n-lə olduğuna görə biz öz reaksiyamızdakı n-ləri x-la işarə edib. Burada qarışıqlıq düşməsin. Yəni, n+1 bərabər olsun x-a, bizim öz reaksiyamızda olduğu kimi. H2O-nun mol miqdarı, deməli, H2O mol miqdarını verib bizdə, özümüzdə n-1. Mən də onu yazacağım, x-1. Burada da x-in yerinə n+1 yazsam, -1, doğru cavab olacaq n, 61-də C variantı. Daha sonra 62-ci sualda azot üçün nə doğrudur? Litiumla adi şəraitdə reaksiya daxil olur? Bəli, bir doğrudur. Oksigenlə adi şərait daxil olur? Xeyr. Azot oksigenlə yaşaymış hexaxanda ya da 2000 dərəcə Selsi elektrik öz şəraitində daxil olur. Molekulunda 3 kovalent rabitə var. Azot molekulu bu şəkildə yazılır. Bəli, burada 3 dənə qeyri-polar kovalent rabitə var. 3 də doğrudur. Təbiətdə yalnız birləşmə halında yaranmışdır. Biz öyrənirik ki, Jones, yəni karbon, oksigen, azot gür təbiətdə həm sərbəst, həm birləşmə halında yaranmışdır. Ona görə doğru cavab 1, 3 olacaq Y variantı. 63-cü sualda kaliumun su ilə qarşılıqlı təsirinə hansı maddə alınır? Kalium üstə gəlsin H2O alınır. Kalium OH üstə gəlsin H2, yəni kalium hidroksid. Doğru cavab 63-də Y variantı. 64-cü suala baxırıq. 0,2 mol əsasın tam neytrallaşmasına, neytrallaşma nə deməkdir? O deməkdir ki, orada H sayı OH sayına bərabər olsun. 25,2 qram HNO3-ün molunu tapsaq, deməli 1 mol HNO3 63 qramdırsa, bəs 25,2 qram HNO3 neçə moldur? X mol. Buradan 25,2-ni 63-ə bölündə edir 0,4 mol. Deməli, 0,2 mol əsasın neytrallaşması 0,4 mol HNO3 lazımdır. Və dedik ki, neytrallaşmada H OH-a bərabər olmalıdır. Əgər bizim 0,4 H-mız varsa, deməli 0,4 OH-mız olmalıdır. Onda bu nədir? XOH2, yəni 2 turşulu əsasdır ki, 0,2-ni 2-yə vuranda burada da 0,4 dənə OH olsun. Yəni turşuluğun, demək, əsasın turşuluğunu istəyirdi. Əsasın turşuluğu da OH-ın sayı ilə müəyyən edir. Doğru cavab olacaq Y variantı 64-cü sualdır. 65-ci suala baxırıq. Deməli, H2SO4 və kalium OH verib. Tam neytrallaşma dediyinə görə üstə gəlsin 2 mol kalium OH yazıram. Çünki H OH-a bərabər olmalıdır. Molar qatılığı, deməli, H2SO4-də A həcmi 400 ml. Qatılıq C bərabər nü bölünsün V. Buradan nüyünü tapanda molu C-ni V-yə vururuq. A-nı və bizim, deməli, əsas görürsünüz burada mol bölü litrlə də, ona görə biz burada millilitri litrə çevirməliyik. C bizdə A-dır, litrdə 0,4. Yəni H2SO4 0,4 A-dır. 1 mola 2 mol kalium hidroksid lazımdırsa tam neytrallaşmasına 0,4 A-ya 0,8 A kalium hidroksid lazımdır. Yəni biz kalium hidroksidin molunu tapdıq ki 0,8 A-dır. Qatılığı da A-ya bərabərdir. Həcmi tapanda C bərabər nü bölü V düsturundan V bərabərdir. Nü bölünsün C. 0,8 A-nı da deməli A-ya bölündə 0,8 litr. Cavab millilitrlə istədiyinə görə olacaq 800 millilitr. Doğru cavab 65-də A variantı. 66-cı sual. Hansı reaksiya üzrə xlor alınmır? Deməli, A variantından alınır manqan xlor 2, xlor 2, bir də su buradan alınır. C variantından alınır kalium xlor, üstə gəlsin manqan xlor 2, üstə gəlsin xlor 2, üstə gəl su.
Y variantından alınır kalium xlor, xrom xlor 3, üstəgəl xlor 2, bir də su. Buradan da alınır. Həmçinin D variantından alınır kalium xlor, üstəgəl xlor 2, üstəgəl su. Amma B variantından kalsium xlor 2, üstəgəl H2O alınır. Ona görə doğru cavab olacaq B variantı. 67-ci sualda deməli bizə verib qatılıq 0,4 mol bölü litr, həcmi verib 0,5 litr, natrium kütləsini istəyir. Deməli düsturumuz C bərabər N bölünsün V-dir. Və biz bilirik ki, maddə miqdarının belə bir kütlə ilə olan düsturu var ki, kiçik M bölünsün böyük M. Burada N-nin yerinə kiçik M bölünsün böyük M vurulsun V yazıb hesablama apara bilərik. Deməli 0,4 bərabərdir. Kiçik M bilmirik. M burada molar kütlədir, natrium molar kütləsi 40-dır. Həcmi 0,5. Yəni 0,4 vurulsun 40, vurulsun 0,5. M də bərabər olacaq 8 qram. Doğru cavab 67-də A variantı. 68-ci sualda hansı reaksiyada dəmir müsbət 2-dən müsbət 3-ə keçir? Bu B variantındadır. Buradan alınır ferium OH3. Dəmir burada müsbət 2 oksidləşmə dərəcəsindən müsbət 3 oksidləşmə dərəcəsinə keçir. Digərlərində məsələn A variantında ferium OH2 alınır. Onsuz da orada yəni ki dəmir 2 valentli birləşməsi alınır yenə də ferium OH2-də. Həmçinin C variantında ferium xlor 2 alınır. Yenə orada 2 valentli birləşməsində oksidləşmə dərəcəsi müsbət 2 olur. Y-də müsbət 2-dən 0-a gedir. Çünki buradan alüminium 2 SO4 3 plus ferium alınır. Burada müsbət 2-dən 0-a gəlir. Ferium OH3 parçalananda da ferium 2O3 plus su alınır. Burada da yenə 3-dən 3-ə gəlir, dəyişilmir. Yəni burada 68-də doğru cavab B variantı. 69-cu sualda deməli bizə verib reaksiyanı yazırıq. Azot və hidrogenin, burada yazıram başlanğıc qatılıq, sərf olunan qatılıq və tarazlıq qatılığı. Azot və hidrogenin başlanğıc qatılığı 6, 14-dür. Məhsulun başlanğıcı olmur. Həmçinin sərf olunur və bizə deyir, tarazlıq anında azotun qatılığı 3 dəfə azalıbsa, azotun deməli qatılığı 6-dır. Tarazlıq anı, yəni ki, bu tarazlıq axırda, yəni 3 dəfə azalıb, yəni nə qədər olub? 6, 2 olub, 3 dəfə azalıb. Əvvəl 6 idi, 3 dəfə azalıb, demək 2 olub. Onda nə qədər sərf olunub azot? 4 mol azot sərf olunub. Bəs görək 4 mol azot sərf olunanda hidrogen nə qədər sərf olunur? Baxın, 1 mol azot 3 mol sərf olunursa 4-ə 12 mol sərf olunur. Onda bundan da 2 mol artıq qalır. Yəni qatılıq olaraq 2 mol bölü litr artıq qalır hidrogen. Bəs amonyak nə qədər alınır? Baxın, 1 mol litr demək azot sərf olunanda 2 amonyak alınırsa 4-ə də alınacaq 8 mol bölü litr. İndi düz bundan istəmirdi bizdən hidrogenin qatılığı neçə dəfə azalıb onu soruşurdu. Hidrogen əvvəl 14 idi, sonra olub 2. Yəni burada 7 dəfə azalma baş verib. Doğru cavab olacaq 69-da D variantı. 73-cü sual, 70-ci. Deməli alüminium karbidin üzərinə su gələndə alınır alüminium OH3 üstəgəl CH4. Və CH4 550 dərəcə Selsidə parçalanır, əmələ gətirir C2H4 üstəgəl H2. H2-ni çıxdığına görə onda Y C2H4-dür. C2H4-ün üstünə H2 gələndə alınır C2H6. Z-də deyir sp3 örtülməsi hesablanan yaranan rabitə sayını hesablayın. C2H6 budur. Burada da ki, deməli hər iki karbon sp3 hibrid vəziyyətindədir. sp3 arasında da bir rabitə var. 70-də doğru cavab olacaq A variantı. 71-ci sual. Hansı halda duru sülfat turşusu istifadə olunub? Əgər SO2, H2S ya da H2O alınırsa bu qatı sülfatdır. Ona görə doğru cavab olacaq Y variantı. Ümumiyyətlə hidrogenə qədər metalların elektrokimyəvi gərginlik sırasında hidrogenə qədər olan metallar duru sülfatla girir və metalın duzu, sülfat duzu plus H2 əmələ gətirir. Amma qatı sülfatla yalnız qızıl platin reaksiya daxil olmur, qalan metallar daxil olur. Qələvi torpaq metallar H2S, qalan metallar isə SO2 əmələ gətirir. Rezini hansı maddədən alırlar? Kauçukların kükürdlə reaksiyasına vulkanlaşma reaksiyaları deyirlər. Və bu zaman kükürdün kütlə bağı 32%-dən çox olmamalıdır. Çünki o 32%-dən çox olarsa bizə kauçuk yox, qeyri-elastik maddə olan ebonit əmələ gəlir. O da bizə lazım deyil. Kauçukdan biz rezin almaq istəyirik. Daha sonra 73-cü sual.
Deməli, doğru olanları müəyyən edin. Reaksiyamızı yazaq. H-xlor O3 üstəgəl H2S alınır H-xlorla H2SO4. Deməli, burada xlor müsbət 5-dən gəlib -1-ə, kükürt -2-dən müsbət 6-ya. Oksidləşmə dərəcələrində dəyişən elementlər müxtəlifdir və ayrı-ayrı yerləşib. Deməli, bu olacaq molekullar arası oksidləşmə reduksiya reaksiyası. İndi bunu əmsallaşdıraq. Deməli, xlor müsbət 5-dən gəlib -1-ə 6 elektron alıb. Kükürt -2-dən gəlib müsbət 6-ya 8 elektron deməli verib. 6, 8, 3, 4, 4, 3. 4 yazırıq bura, 3 yazırıq bura. Deməli, 4 bura, 3 də bura. Əmsallarımız düzəldi. Və doğru olanları müəyyən edin. Oksidləşdiricinin əmsalı 4. Oksidləşdirici burada xlordur. Çünki oksidləşdirici ilə reduksiya edici həmişə reaksiyanın sol tərəfində olur və oksidləşmə dərəcəsi azalanlar oksidləşdirici olur, artan reduksiya edici. Xlor 5-dən -1-ə gəlib azalıbsa oksidləşdiricidir. Əmsalı 4. Birinci ifadə doğrudur. Reduksiya edicinin əmsalı xeyr, burada 3 olacaq. Çünki reduksiya edici kükürtdür. -2-dən müsbət 6-ya gəlib, artanda reduksiya edici olur. Öz-özünə oksidləşmə reduksiya reaksiyası xeyr. Bayaq dedik ki, oksidləşmə dərəcəsində dəyişən elementlər müxtəlifdir, yəni xlor və kükürt və ayrı-ayrı yerləşiblərdir. Bu molekullar arası olur. A plus B bərabərdir C plus D-yə. Həqiqətən də baxın, 4 üstəgəlsin 3 bərabərdir. 4 üstəgəlsin 3-ə. Doğru cavab 1, 4, 73-də C variantı. 74. Hansı qazların normal şərtli sıxlıqları eynidir? Qazlar üçün bütün qazların 1 mol normal şərtdə 22,4 litr həcm tutur. Ona görə əgər kütlələri bərabərdirsə, deməli onların sıxlıqları da bərabərdir. Çünki sıxlıq ρ bərabər M bölsün V düsturu ilə hesablanır. Kütləsi bərabər olanın sıxlığı da bərabərdir. O doğru cavab A variantı. Çünki həm C2H6 həm də NO 30 qrama bərabərdir. 75-ci sual. Deməli, HNO3 parçalanan zaman alınır. HNO3 parçalananda NO2, O2 üstəgəlsin su. Və bu parçalanan zaman alınan maddələrdən biri Z-dir və Z Y-lə reaksiyasından 2 turşu əmələ gəlir. Deməli, bu NO2-dir ki, yəni Z ilə Y-dən biri, yəni bunlardan biridir və biz də buradan bilirik ki, NO2-nin su ilə reaksiyası zamanı 2 turşu əmələ gələ bilir ki, NO2 su ilə adi şəraitdə girirsə HNO3 plus HNO2, temperaturla girəndə isə HNO3 plus NO əmələ gətirir. Yəni Z Y-dən biri NO2, biri sudur. Yəni bu ola bilər, bu ola bilər. Bir də bu ola bilər. Y ilə Z, amma X oksigen ola bilər, bəli, amma X NO deyil, ona görə bu doğru deyil, bunu çıxdıq. Həmçinin X Y də deyil, bunu çıxdıq. Doğru cavab elə B variantı, çünki bu da X maddəsi burada oksigen olacaq. 75B. 76-cı sual. Deməli, əsas yarımqrup elementləri X, Y bizdən əmələ gələn birləşmədə neçə elektron var, onu soruşur. Ümumiyyətlə, əgər bizə elementlər verib və onlardakı elektron sayını istəyirsə, mütləq biz həmin birləşmənin formulunu birinci tapmalıyıq ki, hesablama apara bilək. Deməli, X-ə baxıram ki, X 3s2-dir, X elektron formulu. İkinci qrupda yerləşir, metaldır, onda 2 valentliyi göstərəcək. Y isə yerləşir 3s2, 3p5, 7-ci qrupda, deməli qeyri-metaldır və biz bilirik ki, qeyri-metallar metallarla birləşən zaman özünün minimum valentini göstərir. Bu 7-ci qrupda yerləşir, maksimum valenti olacaq 7, minimum valenti 1, necə tapdıq? 8-dən 7 çıxdıq, yəni 8-dən maksimumu çıxıb, minimumu tapa bilirik, amma fon elementləri bura aid deyil. Flor, oksigen, azot, sıra nömrəsi 9, 8, 7 olanlar bunlara diqqət eləmək lazımdır. Deməli, bunun minimumu 1, onda birləşməm oldu X, Y, 2. İndi ümumi elektronu tapsaq, X əvvəlini yazsaq 1s2, 2s2, 2p6, 3s2, yəni 12 elektronu var.
Y-də isə 1s2, 2s2, 2p6, 3s2, 3p5, 17-dir. Yəni 12 üstə gəlsin. 17-ni də 2-yə vuranda 34, ümumi 46-ya bərabər olur. Doğru cavab 76-da D variantı. 77-ci sual. Deməli, maddələrin nisbi molekul atma. Kalium ortofosfat. Baxın, kalium yazıram. Ortofosfatın qalığı PO4-dür. Formul düzərdəndə kalium 1 valentlidir. PO4 3 hidrogenini itirib deyə 3 valentli göstərir. Yəni turşu qalıqları itirdiyi hidrogen sayına görə həm valentli, həm də oksidləşmə dərəcəsi göstərir. Yəni olacaq kalium 3PO4 birləşməmiz. Kalium yazıram. Hidro 1 hidrogen. Ortofosfat da PO4'dür. Bunun formulunu düzəltsək. Kalium 1 valentli. HPO4 2 hidrogenini itirib deyə 2 valentli. Çarpaz oranda burada olacaq kalium 2 HPO4. Bir də kalium dihidro, yəni H2 ortofosfat PO4. Kalium 1 valentli, H2PO4 1 hidrogenini itirib, yəni ortofosfat turşusunun qalığıdır. 1 valentli olduğu kimi qalır. Bu X, bu Y, bu Z. Görürük ki, bunların bizdən nisbi molekul kütlənin artma sırasını müəyyəndir. Yəni burada bir-bir hesablamaya ehtiyac yoxdur. Hamısında PO4 var. Ən çox hidrogen də elə böyük kütləsi yoxdur. Ona görə hansında kalium çoxdur? Çünki kalium 39. Hansında kalium çoxdursa, deməli ki, onun da molekul kütləsi böyük olacaq. Artma ilə dediyinə görə azdan çoxa Z, Y, X istiqamətində artacaq. Doğru cavab 77-də A variantı olacaq. 78. Deməli, doymuş bir əsaslı karbon turşusunun natrium duzunun. Doymuş bir əsaslı, deməli, ümumiyyətlə formumuz CnH2-in O2-dir. Bir əsaslı karbon turşusunun. Natrium duzu dediyinə görə, mən oradakı, yəni karbon turşusundakı hidrogenin biri natriumla əvəz olunur. Onda nə edirik? Buradan bir hidrogen çıxıb, onun yerinə nə yazırıq? Natrium yazırıq. Deyir bunun 9,6 qramında 2,3 qram natrium var. Bizdə də maddədə nə qədər natrium var? 23 qram. Onda bu birləşmənin emiri nəyə bərabər olacaq? 96 qrama. Bizdən də neçə karbon atom var? Onu soruşur. Deməli hesablayırıq. 12n üstə gəlsin 2n-1 üstə gəl 32 üstə gəlsin 23 bərabər 96-ya. Buradan 14n bərabərdir. 96-nın üstünə 1 gəlirik. Çıxırıq 32-ni, çıxırıq 23-ü, 42. N bərabər 3-ə doğru cavab olacaq. C variantı 78-ci sualdır. 79. Hansı reaksiya məhlulda baş vermir? Deməli, sink plümbümdən əvvəl gəldiyinə görə metalların elektrokimya gərginliyi əsasında bu reaksiya gedir, çıxara bilir. Amma dəmir sinki çıxara bilmir deyə bu reaksiya baş vermir. Doğru cavab olacaq B variantı. Dəm qazının formulu CO-dur. 81. Hansı halda kimyəvi hadisə baş verir? 81-də görürük ki, burada yəni birinci qabda kalium permanganat qızdırılır və qızdırılan zaman orada nə ayrılır? Oksigen ayrılır. Yəni burada kimyəvi hadisə baş verir. Biri götürürük. Daha sonra cesium-O2 su ilə reaksiya getmir. Yəni ona görə burada kimyəvi hadisəsi baş vermir. 3-də natrium klorun su ilə reaksiyası gedir. Reaksiya baş verir. Onda reaksiya baş versə artıq kimyəvi hadisədir. Burada isə yodu qızdırırlar. Yəni yodun sublimasiyası bərk haldan birbaşa qaz halına keçməsidir ki, bu da fiziki hadisəyə uyğundur. Ona görə doğru cavab 1, 3, C variantı olacaq. 82-ci sualda hansı maddənin nisbi molekul kütləsi daha böyükdür? Deməli, benzol yazılır C6H6. Heksan C6H14. İzopren C5H8. Vinil asetilin C4H4. İzobutandakı C4H10. Yəni hidrogenlərin elə böyük kütləsi yoxdur, bilirik. Ona görə hansında karbon sayı çoxdursa, onun nisbi molekul kütləsi daha böyük olacaq. Burada da yəni A ilə B-də daha çoxdur, 6-dır. Amma indi B-də hidrogen sayı çox olduğuna görə, ona görə doğru cavab olacaq B variantı. Hansı hadisə zamanı istilik udulur? Deməli,
NO birləşmə olsa da endotermik reaksiyadır, yəni istilik udulur, biri götürürük. CO2 birləşmə reaksiyasıdır, eksotermikdir. Kalsium karbonat parçalanmadır və parçalanma reaksiyaları endotermikdir, 3'ü götürürük. Bu birləşmədir, eksotermikdir, istiliyi ayrılır. Udulur dediyinə görə doğru cavab 83'də 1, 3 olacaq. 84-cü sual, deməli, natrium 2SO4 2.5'dir. Dissosiasiya dərəcəsi 80%-dir. Deməli, ümumiyyətlə dissosiasiya dərəcəsi nə deməkdir? 2.5 mol natrium sulfatın 80% dissosiasiya edib. Yəni 2.5'i vururam 80'a, bölürəm 100'ə. Bu da eləyir 2 mol. 2 mol natrium sulfat dissosiasiya edib və əmələ gələn natrium iyonlarının mol miqdarı. Natrium sulfat dissosiasiya edən zaman 2 mol natrium və SO4 iyonu əmələ gətirir. Natriumun 1 moluna 2-dirsə, 2 mol natrium sulfat dissosiasiya edən zaman 4 mol natrium iyonu əmələ gəlir. 85-ci sualda bərabər kütlədə götürülmüş kalsium və oksigenin reaksiyası zamanı kalsium üstəgəlsin oksigen alınır, kalsium oksid əmsallaşdırırıq. Bərabər kütlə dediyinə görə m qram maddələrdən biri tam sərf olunarsa digərinin neçə faizi reaksiyadadır? Deməli, bura yazıram 80 qram, 2-ni vurdum 40-a, bura 32 qram. M-i 80-a bölürəm, M-i 32-yə bölürəm. Hansı daha az olursa o tam sərf olunur, çox olandan artıq qalır. M-i 80-a böləndə daha az elədiyinə görə, deməli, tam sərf olunan burada kalsiumdur. İndi görək, bəs kalsium tam sərf olunanda oksigen nə qədər sərf olunub? Oksigeni m qram götürmüşük. Buradan da baxıram ki, oksigen 32 vurulsun m bölünsün 80 qram sərf olunub. 32 də bu deyilir 0.4 m-i sərf olunub. Əgər oksigeni götürmüşdük m qram. 0.4 m-i reaksiya daxil olub. Bu da deyir ki, neçə faizi reaksiya daxil olar? M 100%dirsə, 0.4 m-i daxil olubsa reaksiyaya, bu da eləyəcək 40%. 85-ci sualda doğru cavab. Gəldik 86-cı sual. Alkan verib və görürük ki, burada birinin kütləsi m, digəri m+14'dür. Deməli, bunlar homoloqdular bir-birindən. Bir CH2 qrupu qədər fərqləniblər. Hardan bildik? Çünki CH2-nin M-i 14'dür, bu 12'dir, bu da 2'dir, 14 qram. Yəni, bu M olanda bu M+14 olub. Tutaq ki, özümüzdən götürə bilərik. Məsələn, mən X-a metan, Y-i etan kimi götürə bilərəm. Həqiqətən bir-birindən 14 qram fərq var, bir CH2 qrupu qədər. Deməli, alkanlarda hibrid orbitalların sayı 4n-lə hesablanır. Burada karbon sayı 1'dir, 4'ü 1'ə vuranda 4'dür. Burada da 4n olanda 4'ü 2'yə vuranda 8'dir. Bunların da fərqi deməli bərabər olacaq 4'ə. İstənilən 2 alkanı belə götürsə, yenə də eyni rəqəmi ala bilirik. Daha sonra deməli spirt, gliserin 3 atomlu spirtdir. CH2OH, CHOH, CH2OH. Tam efirləşməsinə sərf olunur. Təbii ki, OH-ın sayı qədər 3 mol nitrat turşusu 1'ə uyğundur. C variantı. Etanol 1 atomlu spirtdir. C2H5OH 1 OH olduğuna görə 1 mol nitrat turşusu 2'yə A. Etilen glikol da 2 atomlu spirtdir. 2 dənə OH olduğuna görə 2 mol. 3'ə də aid olacaq B variantı. 88-ci sual. Azot və hidrogen arasında baş verən reaksiya zamanı. Reaksiya daxil olan maddələrin kütlələrinin zamansızlıq qrafiki verilib. Deməli, azot hidrogen. Deməli, reaksiyanı yazırıq. N2H2, 2NH3. Hidrogeni və azotun hər ikisini götürüb 40 qram. Bizdən T müddətində sərf olunan azotun mol miqdarını istəyir. Deməli, görürük ki, azotu 40 qram götürüb, gəlib harda dayanıb? 26'da dayanıb. Bu o deməkdir ki, 40'dan biz 26 çıxsaq, 14 qram azot sərf olunub. Azot sərf olunub 14 qram. Molunu istədiyinə görə də 28 qram azot 1 moldursa, 14 qram azot olacaq 0.5 mol.
və N-in qiymətini istəyir. Yəni hidrogen nə qədər artıq qalıb? Baxaq. Hidrogenin deməli biz sərf olunanı tapa bilərik ki, məsələn azot nə qədər sərf olunmuşdu? 14 qram azot sərf olunanda görə hidrogen nə qədər sərf olunur? 28-ə 6-dırsa, 28 qram azot sərf olunanda 6 qram hidrogen sərf olunursa, 14-də də 3 qram. Hidrogeni də götürmüşdük 40 qram. Onun 3-ü sərf olunubsa, deməli 37 qramı da artıq qalıb. 89-cu sualda xromun isti qatı sulfat. Deməli xrom, çünki dəmirdir, xrom da alüminium nikeldir. Həm qatı nitrat, həm qatı sulfatla mütləq temperatur şəraitine gedir. Çünki metallar passivləşdirir. Buradan alınır xrom 2, SO4, 3. Qatı olduğuna görə 3 valentli. Duzu SO2 plus su. Deməli əmsallaşdıraq. Xrom sıfırdan gəlir 2 dənə xrom müsbət 3-ə 3 elektron alır. Daha doğrusu verir. Sonra kükürt müsbət 6-dan gəlir müsbət 4-ə 2 elektron alır. 3, 2, 2, 3. 2-ni bura yazıram. 3-ü bura yazıram. Deməli kükürt olur 6, bura yazıram. 6, bura yazıram. Hidrogen, oksigenlərimizə baxaq. 12, 18, 24 oksigen də düzdür. Və bizə deyir ki, qrafikə əsasən neçə mol Z əmələ gəldiyini hesablayın. Deməli, bunlar alınan maddələrin mol sayıdır. Bizdə ən çox molu olan kimdir? Sudur. Su nə qədər alınıb? Qrafikdə 3/6-dır. Z-i istəyir ən az olan, yəni dəmir, xrom 3 sulfatdır. Bura 1 Z yazıram. Bura 1 mol, burada 6. 3/6-nı da 6-ya böləndə eləyir 0/6 mol. 90-cı suala baxaq. Deməli, benzol sırası karbohidrogendir. Benzolun ümumi formulu CN, yəni homoloqlarının CnH2-6-dır. Karbonun sayını N bərabərdir A-ya. 2N-6 da bərabər A plus 3-ə. Buradan da 2N-6 bərabər A-nın yerinə N plus 3, N bərabər olacaq 9-a. Biz N-i tapdıq, 9, A-nı istəyirdi, yəni karbonun sayını tapdıq 9 və X molekulunda sp3 hibrid orbitalların sayını hesablayın. Bilirik ki, benzol halqasında 6 karbon var. Bunun 6-sı sp2-dir. Onda 9 dənə karbonun 6-sı sp2-dirsə, 3-ü də sp3 hibrid vəziyyətindədir. Amma bizdən sp3 hibrid orbital sayını. Desəydik ki, neçə karbon sp3 hibrid vəziyyətindədir? 3 karbon. Amma sp3-ün soruşduğuna görə ümumi sp3-də 4 hibrid orbital var. 3 dənə olduğuna görə 3-ü də 4-ə vuranda ümumi 12 hibrid orbitalı var.